Ümumiyyətlə, qəlb sərtləşməsi elə ən böyük insan üçün, yəni insana üz verən bəlalardan biri sayılır. Allah Teala Quranda deyir ki, "Summa qasat qulubukum min ba'di zalik." Və bundan sonra sizin qəlbləriniz sərtləşdi. "Fəhiyə kəl-hicarati aw əşəddu qaswa." O qəlblər necə oldu? Daşlardan daha sərt. Yəni alimlər gətirir ki, Allah Teala demədi, dəmir kimi oldu. Daşa bənzətdi. Çünki dəmir oda qoyulanda dəmir əriyir, amma daş isə ərimir. Hətta deyir ki, onların qəlbləri daşdan da daha sərt oldu. Daşlar var, içindən çay fırır, su axır və Allahın qorxusundan yerə düşür. Ona görə gəlir ki, alimlər buyurur, dağdan düşən daşlar, elə bilməyin ki, elə belə düşür. O dağdan düşən daşlar Allah qorxusundan düşür. Amma görürük, qəlb necə sərtləşirsə, artıq heç nə təsir eləmir. Yəni hansı ki, Quran dağlara nazil edilsəydi, dağlar parça-parça olardı. "Ləv ənzəlnə hədəl Qur'anə alə cəbəlin lərayitəhu xaşi'an mutasaddi'an min xəşyətillah." Əgər biz bu Qur'anı dağlara nazil etsəydik, Allah qorxusundan yarılar parça-parça olardı. Amma bu ət parçası isə təsirlənmir. Yəni gör nə qədər sərtləşir ki, təsirlənmir. Və ona görə də insan qəlbinin sərtləşməsindən həzər etməlidir, çəkinməlidir. Fəvailun lilqasiyati qulubuhum min zikrillah. Vay kəslərin halına ki, qəlbləri Allahın zikrinə qarşı sərtdir. Allah Teala o sərt qəlbliləri hədələyir.